Yeni enli lülə şişlərimiz artıq mağazamızda satışdadır. Nejaveyka hissəsi, paslanmaz metal olan hissəsi eni 2 sm yarımdır, çox enli şişlərdir. Yəni lülə kabab üçün bildiyiniz kimi enli şişlərin olması yəni şərtdir. Belə qulp hissəsi də yenə fıstıq ağacı ilə hazırlanmışdır. Çox gözəl görünüşü var, yəni real görünüşü də bir başqadır. Həm şurub ilə, həm də kley ilə bərkidilmişdir ki, bu da şişlərə yəni uzun ömürlü eləyir. Bu şiş əsasən yəni sırf daş manqallar üçün nəzərdə tutulub. Bildiyiniz kimi daş manqalların içi geniş olur. 46, 50, 52 hətta 55 sm qoyanlar da var. Satışda olan standart 70 sm uzunluqda olan şişlər, yəni daş manqallara gödək olur. Çox vaxt müştərilər şiş tapmaqda çətinlik çəkir. Bizim mağazamızda yəni bu şişlər satışdadır. Yəni kimin ki daş manqalı var, içərisini geniş qoyub 46, 50, 52, 55 sm qoyub uzun şiş axtarır. Məhz bu şişlər, yəni sizin axtardığınız şişlərdir. Çox keyfiyyətli, premium şişlərdir. Yəni qulpu da, nejaveykası da, yəni çox belə ideal, gözəl şişlərdir. Bunlar lülə şişlərdir. Bir də mağazamızda eyni formada tikə şişləri var satışda. Bu da yenə fıstıq ağacından hazırlanıb. Həm şurub ilə, həm kley ilə bərkidilib bu şişlər də. Nejaveyka hissəsi də yenə enlidir ki, yəni qalın yekə tikələri də çox rahatlıqla bu şişə keçirə bilərsiniz. Mağazamız Saray qəsəbəsində yerləşir. Saraydan Sumqayıta gəldiyiniz zaman Saray MPK yaşayış kompleksi var. Bu gördüyünüz binalardır. Sonuncu bina bitən kimi sağda Taxta bazarı var. Sarayın təzə bazarda gedir. O bazarın içərisində fəaliyyət göstərir. Bu cür sınmayan aksesuarlar da, şişlər də kargo vasitəsilə Bakının müxtəlif yerlərinə, hardasa Bakıda kargonun 30-a yaxın filialı var ki, həmin filiallara sizə yaxın olan filialı seçə bilərsiniz. Həmçinin əksər rayonlara da çox ucuz qiymətə çatdırılma edə bilir. Kimin sifarişi var, aşağıda da rəqəmlərimiz qeyd olunub, qiymətləri ilə də bağlı zəng edib məlumat əldə edə bilər.